Salam əziz abituriyentlər. Bugün biz güvən test toplusundan sintaktik əlaqələr mövzusuna izahına baxacağıq. Birinci sualla başlayırıq. Şagird düşünmədən müəllimin bütün suallarına düzgün cavab verdi cümləsində hansı sözlər tabeli əlaqəsi ilə əsas sözə tabi olmuşdur? Biz bilirik ki, tabililik əlaqəsi özü bölünəcək 3 yerə. Uzlaşma əlaqəsi, idarə əlaqəsi, bir də yanaşma əlaqəsi. Uzlaşma əlaqəsinə ox həmişə sol tərəfə çəkiləcək, idarə və yanaşma əlaqəsində isə ox həmişə sağ tərəfə çəkiləcək. Bu deməkdir ki, uzlaşma əlaqəsində birinci tərəf olacaq bizim əsas tərəfimiz, ikinci tərəf asıl tərəfimiz, idarə və yanaşmada isə birinci tərəf asıl, ikinci tərəf əsas tərəf olacaq. Baxırıq burada. Cavab verdi kim şagird nəyə? Müəllimin suallarına nə tərzdə düzgün, nə tərzdə düşünmədən. Deməli, biz burada baxırıq ki, şagird cavab verdi. Şagird cavab verdi. Mübtədi ilə xəbər arasında biz bilirik ki, uzlaşma əlaqəsi var və şagird burada mübtədadır. Nəticədə uzlaşma əlaqəsinin əsas tərəfidir. Yəni, burada cavab verdi mübtədiyə aiddir. Yəni, əsas tərəf mübtədə olduğuna görə oxun istiqaməti şagirdə doğru çəkilmişdir. Deməli, şagird sözünü götürməyəcəyik, çünki şagird elə özü əsas tərəfdir. Daha sonra müəllimin suallarına biz bilirik ki, üçüncü növ-təyini söz birləşməsi arasında həm uzlaşma əlaqəsi var, həm idarə əlaqəsi var. Yəni, müəllimin suallarına dedikdə başa düşürük ki, idarə əlaqəsinə görə ox ikinci tərəfi göstərəcək, uzlaşma əlaqəsinə görə isə ox birinci tərəfi göstərəcək və nəticədə müəllimin sözü əsas sözə tabi olacaq. Bütün sual birinci növ-təyinin söz birləşməsi arasında yanaşma əlaqəsidir. Nəticədə bütün də əsas sözə tabi olacaq. Suallarına üzərində yönlü kal şəkilsi olduğuna görə xəbərlə idarə əlaqəsində olacaq və nəticədə yenə də əsas sözə tabidir. Düzgün cavab verdi. Zərfliklə xəbər arasında yanaşma əlaqəsidir və nəticədə bu da əsas tərəfə tabi olmuşdur. Cavab verdi xəbəri. Bayaq dedik ki, uzlaşma əlaqəsinə görə mübtədiyə tabi olub. Çünki mübtədə burada şagird sözü əsas tərəfi idi. Altını da götürürük. Düşünmədən cavab verdi isə zərfliklə xəbər arasında olacaq yanaşma əlaqəsi və əsas sözə tabidir. Deməli, biri götürməyəcəyik, çünki bir özü əsas tərəfdir. Birdən başqa bütün sözlərin hamısı tabeli əlaqəsində əsas sözə tabi olmuşdur. Yəni, variantımız olacaq B variantı. 2-yə baxırıq. Hansı cümlədə uzlaşma əlaqəsi yoxdur? Biz bilirik ki, uzlaşma əlaqəsini harda müşahidə edirik? Ya mübtədə xəbər arasına görürük, ya da ikinci, üçüncü növ-təyini söz birləşməsi arasına görürük və uzlaşma əlaqəsinə görə də ox mütləq sola çəkiləcək. Birinci tərəfimiz olacaq bizim əsas tərəfimiz, ikinci tərəfimiz olacaq bizim aslı tərəfimiz. Şəhərimiz çox qədimdir. Burada qədimdir. Hara? Şəhərimiz. Mübtədi ilə xəbər arasında uzlaşma əlaqəsi var. Bugün onu görməlisən. Görməlisən nə zaman? Bugün yanaşma əlaqəsidir. Onu görməlisən hal şəkilsi varsa idarə əlaqəsi. Deməli, bir variantın uzlaşma əlaqəsi yoxdur. Biz evin damına çıxmışdıq. Çıxmışdıq kim biz? Mübtədi ilə xəbər arasında uzlaşma əlaqəsidir. Həmçinin evin damı, üçüncü növ-təyini söz birləşməsi arasında da uzlaşma əlaqəsi var. Bunu çıxırıq. Ağılı başda tük qalmaz. Qalmaz nə tük? Mübtədə xəbər arasında uzlaşma əlaqəsidir. Məktəb müqəddəs elm ocağıdır. Elm ocağıdır. Hara? Məktəb mübtədə xəbər arasında uzlaşma əlaqəsidir və həmçinin ikinci növ-təyini söz birləşməsi arasında da uzlaşma əlaqəsidir. Demək, variantımız olacaq B variantı, çünki bu cümlədə yalnız yanaşma və idarə əlaqəsi var. 3-ə baxırıq. Hansı nümunədə tabeli əlaqəsində aslı tərəfdəki sözlərin heç biri hal şəkilçili deyil? Özünə umac ova bilməyən özgəyə necə ərişdə kəsə bilər? Məsələn, özgəyə kəsə bilər. Hər cümlədən bir nümunə götürürük. Burada idarə əlaqəsidir, yəni hal şəkilçili söz burada aslı tərəfdir.
B variantına belə söhbətləri evdə tez-tez eşidirəm. Söhbətləri eşidirəm, evdə eşidirəm. Hal şəkilçili sözlər yenə də burada aslı tərəfdir. Əşyaları binaya liflə daşıyırlar. Əşyaları daşıyırlar, binaya daşıyırlar. Yenə də nəticədə bunlar aslı tərəfdir. Havaların yaxın zamanda soyuyacağı gözlənilir. Havaların soyuyacağı yiyəlik hal var burada da. Deməli, burada da nəticədə aslı tərəfdir. Onlar bayaq çağırırdılar. Niyə getmədiniz? Deməli, bu cümləyə baxırsınız ki, çağırırdılar. Kim onlar? Nə zaman bayaq? Getmədiniz. Niyə də burada olacaq? Səbəb zərfliyi. Nəticədə gördüyümüz kimi tabirli əlaqəsinin aslı tərəfləri burada. Bayaq çağırırdılar. Yanaşma əlaqəsinə görə bayaq aslı tərəfdir və hal şəkilçili deyil. Daha sonra niyə getmədiniz? Bu isə yanaşma əlaqəsi yenə burada hal şəkilçili söz deyil. Aslı tərəf və yaxud da çağırırdılar. Kim? Onlar. Burada da aslı tərəfimiz çağırırdılardı uzlaşma əlaqəsinə görə və bu da hal şəkilçili deyil. Nəticədə aslı tərəfdəki sözlərin heç biri hal şəkilçili deyil. Götürəcək Y variantı. Hansı cümlədə tabesizlik əlaqəsi var? Biz bilirik ki, tabesizlik əlaqəsini ya müşahidə edirik, tabesi mürəkkəb cümlələr arasında ya da həmci sözlər arasında müşahidə edirik. İlk baxışda bilməliyik ki, tabesizlik əlaqəsi olan cümlədə ya ən azından vergül olmalıdır, ya da tabesizlik bağlayıcısı olmalıdır. A variantında bunu heç bir müşahidə eləmədiyimizə görə deməli tabesizlik əlaqəsi yoxdur. B variantında tabesizlik əlaqəsi yoxdur. Kənan sakitcə bir gizlincə otaqdan çıxdı. Çıxdı kim? Kənan. Hardan? Otaqdan. Nə tərzdə sakitcə? Nə tərzdə gizlicə? Burada baxırıq ki, tərz hərəkət zərfliyinin həmcisi işlənir. Deməli, bunlar arasında tabesizlik əlaqəsi mövcuddur. Variant C. D və Y variantlarında da tabesizlik əlaqəsi yoxdur. Çünki yalnız tabirli əlaqələri işlənir. Deməli, variantımız C. 5-ə baxırıq. Hansı birləşmənin daxilində tabirli əlaqəsinin aslı tərəfindəki sözlərin hamısı yalnız hal şəkilçilidir? Sən axşam və səhər çiçəkləri sulayarkən. Burada sən sulayarkən olacaq uzlaşma əlaqəsi aslı tərəf gördüyümüz kimi hal şəkilçili deyil və yaxud da ki, axşam sulayarkən yaxud da səhər sulayarkən gördüyümüz kimi burada da yanaşma əlaqəsinin hal şəkilsi yoxdur. Yalnız idarə əlaqəsinin hal şəkilsini görürük, A-na çıxırıq. Dünəndən dostlarımı gözləyəndə. Burada da baxırıq ki, hal şəkilçili sözlə digər söz arasında tabirli əlaqəsi var. Həmçinin dostlarımı gözləyəndə yenə tabirli əlaqəsi var. Çünki hər ikisində hal şəkilsi var. Deməli, B variantında aslı tərəflər hal şəkilçilidir. Burada digər tərəfdə məşhur Leyli Məcnun. Baxırıq ki, yanaşma əlaqəsidir və aslı tərəfində hal şəkilsi yoxdur. Dağların və çəmənlərin gözəlliyi. Deməli, bu birləşməyə baxırıq ki, aslı tərəflər dağların gözəlliyi və biz burada idarə əlaqəsində yaxud çəmənlərin gözəlliyi, idarə əlaqəsində aslı tərəfdə hal şəkilsi görürük, amma uzlaşma əlaqəsində aslı tərəf ikinci tərəfdə və biz burada hal şəkilsi görmürük. Xəzər dənizinin qərb sahili. Burada da qərb sahil. Gördüyümüz kimi yanaşma əlaqəsinə görə aslı tərəfdə biz hal şəkilsi görmürük. Bu səbəbdən yerində çıxdıq. Oldu variantımız B variantı. 6-cı testə baxırıq. Rəis Rüstəmov bugün trestə gəlmişdir cümləsində hansı söz uzlaşma əlaqəsinin aslı tərəfidir? Gəlmişdi. Kim? Rüstəmov. Xəbər bilirik ki, uzlaşma əlaqəsində həmişə aslı tərəfdir. 7-yə baxırıq. Hansı cümlədəki usta sözü uzlaşma əlaqəsinin əsas tərəfidir? Usta sözü uzlaşma əlaqəsinin əsas tərəfi olması üçün ya mübtədə olmalıdır, ya da ki, 2 və 3-cü növ təyini söz birləşməsinin tərkib hissəsində olmalıdır. Usta öz gördüyü işdən sanki zövq alırdı. Zövq alırdı. Kim? Usta. Baxırıq ki, mübtədə ilə xəbər arasında olacaq uzlaşma əlaqəsi və burada olacaq əsas tərəf. B variantında ustaya hal şəkilsi görürüksə, deməli bu artıq uzlaşma əlaqəsi olmaz. Burada C variantına xitabdır deyə uzlaşma əlaqəsi olmaz.
Ustaya yönlük hal şəkilsi var. Deməli, idarə əlaqəsinə gedəcək. Ustanı burada da hal şəkilsi var. Deməli, idarə əlaqəsinə gedəcək. Ona görə variantımız olacaq A variantı. 8-ə baxırıq. Cümlələrin birində uzlaşma əlaqəsi yoxdur deyirsə, hər variantdan birini tapırıq. Qonaqlar getdilər, mübtədə xəbər arasında uzlaşma əlaqəsi var. Hamı bəyənir, mübtədə xəbər arasında uzlaşma əlaqəsi var. C variantına baxırıq. Bu son döyüşüdür. Bu döyüşüdür. Mübtədə xəbər arasında uzlaşma əlaqəsi var. Kəndə vaxtında xəbər çatdırın. Burada isə baxırıq ki, uzlaşma əlaqəsi yoxdur. Çünki nə zaman vaxtında xəbər çatdırın, bu olacaq bizim yanaşma əlaqəmiz. Kəndə xəbər çatdırın, bu da olacaq idarə əlaqəmiz. Ümumiyyətlə burada uzlaşma əlaqəsi yoxdur. Şəhər yerində yaşamaq çətinləşib, çətinləşib. Nə? Şəhər yerində yaşamaq. Mübtədən xəbər arasında olacaq uzlaşma əlaqəsi. Ona görə yeni də çıxırıq. Variantımız olacaq D variantı. 9-a baxırıq. Tabiəsizlik əlaqəsi işlənmiş cümləni müəyyən edin. Tabiəsizlik əlaqəsini biz müşahidə edəcəyik ya həmcins sözlər arasında, ya da tabiəsiz mürəkkəb cümlələr arasında. Bayaq qeyd elədim ki, ya biz vergül görməliyik, ya da tabiəsizlik bağlayıcıları görməliyik. Bu səbəbdən A variantını çıxırıq. B variantı yolu cəld və tələsik keçib gözdən itdi. Gözdən itdi. Nə tərzdə? Yolu cəld və tələsik keçib. Baxırıq ki, burada feili bağlama tərkibinin aslı tərəfində tabiəsizlik əlaqəsi müşahidə edirik. Variantımız olacaq B variantı. Və digər variantlarda da tabiəsizlik əlaqəsi yoxdur. Çünki yalnız tabilik əlaqəsi işlənmişdir. 10-cu sual. Hansı bətdə sintaktik əlaqənin hər iki növü işlənmişdir? Sintaktik əlaqənin hər iki növü işlənmişdir. O demək ki, biz həm tabiəsizlik əlaqəsi görək, həm tabilik. Tabilik əlaqəsi cümlə üzvü işlənə bilən bütün cümlələrdə mövcuddur. Ona görə də tabiəsizliyi tapmağımız daha münasibdir ki, tabiəsizlik əlaqəsini tapdıqsa, orada onsuz da tabilik əlaqəsi olacaq. A variantında həmcins söz və ya tabiəsi mürəkkəb cümlə yoxdur deyə. Deməli, burada tabiəsizlik əlaqəsi ola bilməz. Bizim dünyamızda əməkçi insan dustaq eləmişdir, qəmi həsrəti. Dustaq eləmişdir nəyi qəmi, nəyi həsrəti. Həmcins tamamlıqlar arasında tabiəsizlik əlaqəsi mövcuddur. İnsan dustaq eləmişdir. Mübtədə ilə xəbər arasında da uzlaşma əlaqəsi varsa, deməli tabilik əlaqəsi var. Deməli, variant olaraq götürəcəyik B variantı. Digər hər birində yalnız və yalnız tabilik əlaqəsi var. Gəlir 11-ə baxırıq. Sintaktik əlaqə ilə bağlı düzgün fikri müəyyən edin. Şəxs şəkilçili söz uzlaşma əlaqəsində əsas tərəfdir. Biz bilirik ki, uzlaşma əlaqəsi mübtədə və xəbər arasında olanda xəbər şəxs şəkilçili hissə olur və oxun istiqaməti sola doğru çəkdiyimiz üçün deməli xəbər bizim asıl tərəfimiz olacaq və nəticədə əsas tərəfdir ifadəsi yanlışdır. Müdiri olduğun kitabxana birləşməsində iki tabeli əlaqə var. Burada da baxırıq ki, müdiri olduğun kitabxana birinci növ təyini söz birləşməsi kimi yanaşma əlaqəsidir. Bir tabeli əlaqəsi var. Təsriflənən feillər ismin bütün hallarında işlənən sözlərlə tabeli əlaqəsində ola bilir. Bu yanlışdır. Çünki yiyəlik halla təsriflənən feil sintaktik əlaqədə ola bilmir. Məsələn, məktəbə gedirəm, yazını yazıram, evdə qalıram, evdən çıxıram. Biz başa düşəcəyik ki, bu hallarla xəbər arasında tabeli əlaqəsi mövcuddur. Hal şəkilçili söz sintaktik əlaqədə aslı tərəf kimi çıxış edə bilir. Bu doğru fikirdir. Çünki biz bayaq dedik ki, əgər evdən gedirəm, əgər hal şəkilçili söz işlənibsə və bu idarə əlaqəsidirsə, nəticədə biz başa düşəcəyik ki, hal şəkilçili sözümüz cümlədə daha doğrusu idarə əlaqəsinin aslı tərəfidir. Götürəcəyik D variantı doğru fikirdir. Mənsubə şəkilçili söz tabiəsizlik əlaqəsindən aslı tərəf kimi çıxış edə bilir. Bu yanlış fikirdir. Mənsubə şəkilçili söz tabilik əlaqəsində aslı tərəf kimi çıxış edəcək. Deməli, bu da yanlış fikirdir. Çünki tabiəsizlik əlaqəsi ümumiyyətlə əsas aslı tərəf olmur, bərabər hüquqlu tərəflər olur. Variantımız olacaq D variantı. 12-yə baxırıq. Hansı cümlədə sintaktik əlaqənin hər iki növü işlənmişdir? Deməli, biz fikirləşirik ki, yenə də həm tabiəsizlik, həm tabilik əlaqəsi götürməliyik. Nəticədə A variantında həmçinin söz, tabiəsiz mürəkkəb cümlə B variantında, C-də də həmçinin bu hissələrdə tabiəsizlik əlaqəsi yoxdur. D-yə baxırıq. Onlar yarı şərq, yarı Avropa üslubu ilə bəzənmiş kiçik bir otağa daxil olurlar.
Daxil oldular kim onlar, hara, otağa, necə, kiçik, necə, yarı şərq, yarı Avropa üslubu ilə bəzənmiş. Feili sifət tərkibinin aslı tərəfində tabiisizlik əlaqəsi müşahidə elədik. Ən azı bir mübtəda və xəbər görürüksə, bunun uzlaşma əlaqəsi olduğunu bildiyimiz üçün, deməli, sintaktik əlaqənin hər iki tərəfi, yəni hər iki növü iştirak etmişdir. O başını qaldırıb otağa bir nəzər saldı. Burada da gördüyümüz kimi ümumiyyətlə tabiisizlik əlaqəsi yoxdur. 13-ə baxırıq. Güclü orada xeyli düşmənə qalib gəldi cümləsinə uzlaşma əlaqəsində əsas tərəf hansı sözdür? Biz bilirik ki, qalib gəldi. Kim ordu? Həmişə mübtəda uzlaşma əlaqəsinə görə əsas tərəf olacaq. Bu səbəbdən götürəcəyik B variantı. 14-ə baxırıq. Dünən axşam gördüklərim olmayı yuxu imiş. Yuxu imiş nə? Dünən axşam gördüklərim. Deməli, biz başa düşürük ki, mübtəda ilə xəbər arasında hər zaman ox sola doğru çəkiləcəyi üçün xəbər olacaq bizim aslı tərəfimiz, yəni C variantı. 15-ə baxırıq. Mənsubiyyət şəkilli söz tabeliyi əlaqəsinin aslı tərəfi olarsa, onun tabi olduğu söz ismin hansı halında olmalıdır? Biz bilirik ki, mənsubiyyət şəkilli söz özündən əvvəlki sözü mütləq və mütləq şəkildə yiyəlik halda tələb edir. 16-ya baxırıq. Hansı cümlədə uzlaşma əlaqəsi yoxdur? Əgər bir cümlədə mübtəda xəbər varsa, deməli orada uzlaşma əlaqəsi var. Biz bütün bunları nəzərə almalıyıq. Nəzərə almalıyıq kim? Biz, burada da uzlaşma əlaqəsi var. Ölçüb biçmişəm mən, burada da uzlaşma əlaqəsi var. Həyata keçdi nə arzum, burada da uzlaşma əlaqəsi var. Müsabiqədə qalib gəldik. Burada da gördüyümüz kimi qalib gəldik. Harda? Müsabiqədə hal şəkilsi olduğu üçün biz bunu götürəcəyik. İdarə əlaqəsi. Deməli, Y variantı. 17. Baş sözlər arasında uzlaşma əlaqəsi hansı şəkilçilər arasında formalaşır? Mübtəda və xəbər arasındakı uzlaşma əlaqəsi formalaşacaq şəxs sonluqlarına görə. Deməli, C götürəcəyik. Söz birləşməsi arasında isə mənsubiyyət şəkilçilərinə görə. 18-ə baxırıq. Hansı cümlədə sözlər arasında tabiisizlik əlaqəsi var? Yenə də biz ya həmci söz axtaracaq, ya da tabiisiz mürəkkəb cümlə. Nə qədər xoş imiş səsi, avazı. Xoş imiş nə səsi, nə avazı. Həmcis mübtədalar arasında olacaq tabiisizlik əlaqəsi. Yəni onun səsi, onun avazı variant C. Deyə bilərsiniz ki, axı D variantında da tabiisizlik əlaqəsi var. Amma burada baxırıq ki, çatdı kim etibar, başladı nə? Dərs. Tabiisiz mürəkkəb cümlənin tərəfləri arasında tabiisizlik əlaqəsi var. Bizdən də sözlər arasında istədiyi üçün götürəcəyik C variantı. 19-cu suala baxırıq. Tabiisizlik əlaqəsi haqqında hansı fikir doğru deyil? Tabiisizlik əlaqəsi olan sözlər bərabər hüquqlu olur, düzdür. Tabiisizlik əlaqəsi yalnız tabiisizlik bağlayıcıları ilə müəyyənləşir. Bu yanlışdır. İntonasiya ilə də müəyyənləşə bilər. Təbii ki, intonasiyanın olduğunu biz durğu işarəsi kimi vergüldən tanıyacaq. B yanlışdır. Tabiisizlik əlaqəsi olan sözlər eyni qrammatik formada olur, doğrudur. Yəni eyni cümlə üzvü olur demək istəyir. Tabiisizlik əlaqəsi olan sözlər bir o birini aydınlaşdırmır, o birinə tabi olmur, doğrudur. Tabiisizlik əlaqəsi həmçə üzvlər arasında özünü göstərir, bu da doğrudur. 20-yə baxırıq. Yoxsa elmin bu qoca əskərinin qələmini daha titrəyən zənn edirsiniz? Cümləsindəki hansı sözlər tabellik əlaqəsində həm əsas, həm də aslı tərəfdir. Deməli, siz bilirsiniz ki, ikinci, üçüncü nöqtənin söz birləşməsi arasında biz tabellik əlaqəsi görürük. Yəni, həm uzlaşma, həm idarə. Elmin əskəri dedikdə uzlaşma əlaqəsinə görə ox sola çəkdiyimiz üçün birinci tərəf olacaq, əsas ikinci tərəf aslı. İdarə əlaqəsinə görə isə birinci tərəf olacaq, aslı ikinci tərəf olacaq, əsas. Deməli, götürürük elmin, əskərinin, bir də əskərinin qələmi. Yenə də uzlaşma idarə olduğu üçün hər iki tərəf eyni anda həm əsas, həm aslı tərəf olacaq. Yəni, götürəcək variant olar 1, 2, 3. 21-ə baxırıq. Əskərlik həyatı sınaq meydanıdır cümləsinə neçə tabellik əlaqəsi var deyirsə, birincisi sınaq meydanıdır, nə əskərlik həyatı, mübtədən xəbər arasında uzlaşma əlaqəsi var. Həmçinin əskərlik həyatı ikinci nöqtənin söz birləşməsi arasında həm uzlaşma, həm idarə əlaqəsi var. Sınaq meydanı ikinci növ arasında yenə də həm uzlaşma, həm idarə əlaqəsi var. Nəhayətdə 1, 2, 3, 4, 5 əlaqə
mövcuddur. 22-yə baxırıq. Musiqi həssas ürəkləri titrədir cümləsində uzlaşma əlaqəsində aslı tərəf hansıdır? Titrədir nə? Musiqi. Biz bilirik ki, uzlaşma əlaqəsinə görə ox sola çəkiləcəyi üçün deməli, xəbər bizim həmişə olacaq aslı tərəfimiz. Nəticədə götürəcəyik D variantı. 23-ə baxırıq. Hansı bənddəki söz birləşməsində obyekt tabeliyi əlaqəsinin aslı tərəfidir? Biz bilirik ki, obyekt üzərində iş görüləndir və kitabı oxumaq idarə əlaqəsinə görə kitab mənim obyektimdir və üzərində hal şəkilsi olduğu üçün olacaq aslı tərəf A-nı götürəcəyik. Bizdən duran bu ümumiyyət obyekti zaman məzmunu bildirir. İrəli gedən yer məzmunu bildirir. Çox danışan hərəkətin miqdarını bildirir. Evə gedəndə də yerini bildirir. Deməli, obyekt bildirən söz olacaq A variantında aslı tərəf. 24. Cümlələrin birində 3 cümlə üzvü olsa da 5 tabeliyi əlaqəsindən istifadə olunmuşdur. Mümkündür nə? Hər şey, mübtəda xəbər, uzlaşma. İndi mümkündür. Burada da zəhninlə xəbər arasında olacaq yanaşma əlaqəsi. Yəni burada biz 3 cümlə üzvü müşahidə elədik və 2 əlaqə gördük. Hamı bizim həyətimizdə toplaşmışdı. Toplaşmışdı kim hamı? Harda bizim həyətimizdə? Deməli, biz burada 3 cümlə üzvü gördük. Hamı toplaşmışdı olacaq uzlaşma əlaqəsi. Bizim həyətimizdə toplaşmışdı olacaq idarə əlaqəsi. Bizim həyətimizdə olacaq uzlaşma idarə əlaqəsi. Deməli, burada 3 cümlə üzvü 4 əlaqə var. Bunu da çıxırıq. Bizim kəndimiz artıq buradan görünür. Görünür hara? Bizim kəndimiz mübtəda xəbər arasında uzlaşma əlaqəsi var. Bir də buradan görünür idarə əlaqəsi. Deməli, biz burada 3 cümlə üzvü görürük. Buradan görünür idarədir. Bizim kəndimiz görünür uzlaşmadır. Bizim kəndimiz də həm uzlaşma, həm idarədir. Burada da 3 cümlə üzvü 4 əlaqə olduğu üçün çıxırıq. Həsən kənddən qaydanda bizi tamamilə unutmuşdu. Unutmuşdu kim Həsən? Kimi unudub bizi? Nə qədər unudub tamamilə? Nə zaman kənddən qaydanda? Gördüyümüz kimi burada biz 5 cümlə üzvü görürük, amma bizdən 3 cümlə üzvü istədiyi üçün bunu da çıxırıq. Mənim böyük qardaşım Rusiyada yaşayır. Yaşayır kim? Mənim qardaşım harda? Rusiyada. Burada 3 cümlə üzvü görürük. Mənim qardaşım yaşayır. Mübtəda xəbər arasında uzlaşma əlaqəsidir. Mənim qardaşım uzlaşma idarə əlaqəsidir. Böyük qardaş yanaşmadır. Rusiyada yaşayır. Bu da idarə. Deməli, nəticədə 3 cümlə üzvü və 5 tabeli əlaqəsindən istifadə olunub variant Y. 25-ə baxırıq. Hansı cümlədə hal şəkilçiliyi zərfli tabeli əlaqəsinin aslı tərəfidir? Deməli, baxırıq, insan kitabdan maraqlı məlumatlar alır. Burada alır nədən? Kitabdan. Burada kitabdan tamamlıq olduğu üçün A variantını çıxırıq. Bizdən zərfli istəyir. Gözlərəm yolunu. Nəyi gözlərəm? Yolunu gözlərəm. Hal şəkilçili söz yenə tamamlıqdır. Dostum Bakıda yaşayır. Yaşayır harda? Bakıda. Hal şəkilçili söz tabeli əlaqəsinin aslı tərəfdir, çünki idarə əlaqəsidir. Sən gərək bir qədər düşünüb sonra danışasan. Burada hal şəkilçili söz yoxdur. Axşam balaca Ələkbər çox həyəcanlandı. Burada da hal şəkilçili söz yoxdur. Variant C. 26. Kəndimiz bütün fəsillərdə gözəl olur cümləsində uzlaşma əlaqəsinin əsas tərəfi olan sözü müəyyənləşdirin. Gözəl olur hara? Kəndimiz uzlaşma əlaqəsinə görə mübtəda olacaq bizim əsas tərəfimiz. 27-yə baxırıq. Hansı cümlədə adı xallı isim uzlaşma əlaqəsinin əsas tərəfi deyil? Bu variantı görürsünüzsə siz, yəni sizdən belə bir sual soruşursa, yadınızda qalsın ki, adı xallı isim o zaman uzlaşma əlaqəsinin əsas tərəfi olmaz ki, o xitab kimi işlənsin. Çünki xitab qrammatik cəhətdən cümlə üzərindən bağlı olmayan söz qruplardır, sintaktik təhlil olunmur. Adı xalla ifadə olunur, mübtədiyə bənzir, intonasiyasına görə fərqləndirir. Həmçinin xitab müraciəti olunan şəxsi yaxud əşyanı bildirir. Deməli, C variantı götürəcəyik. Çünki burada adı xallı isim ümumiyyətlə sintaktik əlaqəyə daxil deyil. 28-ə baxırıq. Köçən yurdun qədrini düşən yurdda bilərlər. Aşağıdakı fikirlər cümlədəki hansı sözə aiddir? Deməli, bizdən soruşur, sintaktik əlaqənin həm əsas, həm aslı tərəfidir. Yazışı və tələffüzü fərqlənir, vurğusu ikinci hecadadır. Nəticədə bilərlər nəyi
Yurdun qədrini harda, yurtda, hansı yurtda düşən, hansı yurdun köçən. Deməli, biz baxırıq ki, burada köçən tələffüzü və yazışı fərqlənməyən sözdür. Qədrini həmçinin fərqlənmir, yurdun fərqlənmir. Bilərlər fərqlənəcək tələffüzdə. Lakin bizdən soruşur ki, sintaktik əlaqənin həm əsas, həm də aslı tərəfidir. Deməli, baxırıq burada. Yurtda bilərlər, idarə əlaqəsinə görə aslı tərəfdir, amma düşən yurt yanaşma əlaqəsinə görə isə olacaq əsas tərəf. Deməli, yurt sözü sintaktik əlaqədə idarə əlaqəsinə görə olacaq aslı tərəf, yanaşma əlaqəsinə görə birinci növ təyinli söz birləşməsinin başlanğıc formasını gətirdikdə düşən yurt deyirik və nəticədə olacaq əsas tərəf. Yazışı ilə tələffüzü fərqlənəcək və vurğu da ikinci hecəyə düşəcək. Bu səbəbdən də götürəcək variant olaraq A variantı. 29-a baxırıq. Hansı bəndəki cümlə üzvləri arasında tabiisizlik əlaqəsi var? Maddi testi diqqətli oluruq. Deməli, cümlə üzvləri arasında tabiisi əlaqəsi istəyirsə bizdən, deməli, mürəkkəb cümlənin, yəni tabiisi mürəkkəb cümlənin tərəfləri arasında olarsa götürməyəcək. Bir də ki, söz birləşməsinin əsas və aslı tərəfinin həmcinsi olursa, bu zamanda götürməyəcək. Bir qocaman qartalın qanatları dayandı. Burada ümumiyyətlə həmcins olmadığı üçün və yaxud da tabiisi mürəkkəb cümlə olmadığına görə burada ümumiyyətlə tabiisi əlaqəsi yoxdur. Mən səndən almışam eşqi ilhamı. Almışam kim mən, nəyi, eşqi, nəyi ilhamı. Həmcins tamamlıqlar arasında tabiisizlik əlaqəsi mövcuddur. Variant olaraq götürəcəyik B variantı. C variantında artıq bu sözlərin nə mənası var? Var nə sözlərin mənası? Var nə qəm havası. Burada da təbii ki, birinci cümlə, ikinci cümlə arasında tabiisizlik əlaqəsi var, amma cümlə üzvləri arasında deyil, cümlələr arasındadır deyə götürmədik. Göylərə baş çəkir Göyəzən dağı. Baş çəkən Göyəzən dağı da açıq olan da ayın qabağıdır. Burada da mürəkkəb cümlə arasında tabiisizlik əlaqəsi var. Nəticədə bunu da götürməyəcəyik, çünki şərtdə bizə cümlə üzərini soruşur. Keçən günlərimi vərəqləyərkən sevdalı dillərin yadıma düşdü. Yadıma düşdü. Nə? Dillərin. Necə dillərin sevdalı? Nə zaman? Keçən günlərimi vərəqləyərkən. Yəni, nəticədə başa düşürsən ki, burada da ümumiyyətlə tabiisizlik əlaqəsi yoxdur. Bu səbəbdən variant olaraq B götürürük. 30-a baxırıq. Hansı bənddə tabiilik əlaqəsinin yaranmasında hal şəkilçisi iştirak etməmişdir? Baxırıq burada dağdan enən hal şəkilçili sözdür burada. Nəticədə idarə əlaqəsidir. Birdən burada diqqətli olun. Çünki bir sayından birdən zərfi yaranıb. Nəticədə burada leksik şəkilçidir. Yəni, hal şəkilçisi deyil və aralarındakı əlaqə yanaşma əlaqəsi variant B-dir. Həkimin məsləhəti burada da hal şəkilçisi iştirak edib. Kəndimizin yolları burada da hal şəkilçisi var. Gözlərdə kədər, qeyri-təyinli söz birləşməsi arasında hal şəkilçisi var. Götürdük B variantı, çünki orada dan leksik şəkilçidir. 31-də yadımıza saxlayır ki, sintaktik əlaqəyə girə bilməyən cümlə üzvləri. Bir də sizə testdə də düşə bilər ki, aşağıdakı variantların birində sintaktik əlaqəyə daxil ola bilməyən cümlə üzvləri işlənib. Əsasən biz götürəcəyik burada mübtəda tamamlıq və tamamlıq zərflik götürəcəyik əzbər olaraq. Yadımızda saxladıq bunu. Nəticədə variant olaraq götürdük tamamlıq və zərflik. 32-yə baxırıq. Hansı bənddəki fərqləndirilmiş söz qrammatik şəkilçi qəbul etmədən tabiilik əlaqəsində aslı tərəfdir? Şərti işarələri bilmədən maşın sürmək təhlükəlidir. Şərti işarə birinci növ təyinli söz birləşməsidir. Aralarındakı əlaqə yanaşma əlaqəsidir və qrammatik şəkilçi qəbul etməyib. Deməli, adı şərti şumda kəsən nəyi təsvir hal şəkilçisidir. Onun şərtinə yönlük hal şəkilçisidir. Şərtimiz belədir. Ümumiyyətlə burada tabiilik əlaqəsinə görə belədir nə şərtimiz. Şərtimiz sözü burada əsas tərəfdir, aslı deyil deyə götürmədik. Təlimdə əyanlik vacib şərtdir. Burada da xəbər vəzifəsindədir və nəticədə qrammatik şəkilçi qəbul eləyib şəxs xəbərliyə görə uzlaşma əlaqəsi üçün aslı tərəfdir. Yolda A variantı. Cümlədə sintaktik əlaqənin həm əsas, həm aslı tərəfi olan sözləri müəyyən edin. Divarları qurudanda otağın küncündəki sobanı yandırdıq. Divarları qurudanda, deməli, idarə əlaqəsinə görə qurudanda əsas tərəfdir. Amma
Yandırdıq nə zaman? Divarları qurudanda. Bu zaman isə yanaşma əlaqəsi kimi də aslı tərəfdir. Nəticədə 2-ni götürəcəyik. Otağın küncü yenə də həm əsas həm aslı tərəfdir. 3-ü də götürəcəyik. 4-ü də götürdük. Bir də burada otağın küncündəki soba. Birinci nöqtənin söz birləşməsi kimi sobaya əsas tərəf deyəcəyik. Lakin hal şəkilçi sözlə xəbər arasındakı hissə kimi biz buna aslı tərəf deyəcəyik. Bu səbəbdən 5-i də götürürük. Mübtəda olmadığına görə yandırdıq burada ancaq əsas tərəfdir. Mübtəda olsaydı aslı tərəf kimi iştirak edə bilərdi. 34-də baxırıq. Uzlaşma əlaqəsinin işləndiyi cümləni müəyyənləşdirin. Uzlaşma əlaqəsini müşahidə elədik. Mübtəda xəbər, bir də ikinci, üçüncü nöqtənin söz birləşməsi arasında. Üstündən sanki ağır bir yük götürdülər. Burada gördüyümüz kimi mübtəda xəbər hissəsində mübtəda yoxdur. Sanki nəfəs aldığı havaya da zəhər qatmışdılar. Burada da yoxdur. İmtahanlardan bir neçə gün sonra bizi nazirliyə çağırdılar. Uzlaşma əlaqəsi yoxdur. Çünki nə mübtəda xəbər, nə ikinci, üçüncü nöqtənin söz birləşməsi arasında iştirak etməyib. Söyləyinə baxma, söylədiyinə bax. Deyirlər çeşmədə qaynayan bu su nakam aşiqlərin göz yaşlarıdır. Aşiqlərin göz yaşlarıdır. Nə su mübtəda xəbər arasında olacaq? Uzlaşma əlaqəsi variant Y. 35. Hansı cümlədə tabirli əlaqəsinin əsas tərəfi feildir deyirsə, deməli, diqqətli oluruq. Feil olmayanı çıxdıq öncədən ki, vaxt itirməyək. Uşaqların hamısı oynayırdı. Oynayırdı kim? Uşaqların hamısı. Mübtəda xəbər arasında uzlaşma əlaqəsidir və burada feil aslı tərəfdir. Deməli, biri çıxırıq. Dünyanı zirək və çalışqan adamlar idarə edir. İdarə edir. Kim adamlar? Haranı? Dünyanı. Tamamlıqla xəbər arasında götürəcəyik biz. İdarə əlaqəsi və əsas tərəfi feildir. 2-ni götürdük. Özün qazana biləcəyin şeyi diləmə. Diləmə nəyə? Özün qazana biləcəyin şeyi. Nəticədə burada da hal şəkilçi sözlə xəbər arasında işlənib və feil əsas tərəfdir. 3-ü də götürürük. 4 isim xəbəri deyə çıxdı. Çünki burada əsas tərəf feil ola bilməyəcək. Bir şey olmayan yerdə siçanlar çox olar. Çox olar. Nə? Siçanlar. Harda? Yerdə və burada da idarə əlaqəsinə görə əsas tərəf feildir. 5-i də götürdük. 2, 3, 5. 36-ya baxırıq. Sintaktik əlaqə baxımından hansı sözlər həm əsas, həm aslı tərəflərdir deyirsə, Cəfərin atası bacarıqlı və cəsarətli adamdır. Adamdır kim Cəfərin atası? Necə bacarıqlı, necə cəsarətli? Biz burada tabiisizlik əlaqəsi müşahidə elədik. Cəfərin atası adamdır. Uzlaşma əlaqəsi müşahidə elədik. Sonra cəsarətli adamdır. Yanaşma, bacarıqlı adamdır. Yanaşma. Cəfərin atası uzlaşma və idarə əlaqəsi müşahidə elədik. Və nəticədə gördüyümüz kimi 1, 2, 3-cü nöqtənin söz birləşməsinin tərkibində həm uzlaşma, həm idarə olduğu üçün hər iki tərəf həm əsas, həm aslı tərəf olacaq. Bir də burada müşahidə edirik. Mübtəda ilə xəbər arasında xəbər oldu bizim deməli aslı tərəfimiz, lakin yanaşma əlaqəsinə görə də oldu əsas tərəfimiz. Nəticədə 5-i də götürürük. Bura qədər hələlik sağ olun, salamat qalın.